Salam aleyküm əziz və hörmətli dostlar. Gününüz, axşamınız xeyir olsun. Bu dünənləri özəlliklə Kanadada bizim olan yerdə çox ağır qar gəldi. Amma yumuşaq qar, yəni pambıq kimi də yox. Hətta desək ki, elə bir ki, məsələn, şəkər toplamısan bir, amma ağır şəkər ağır olar, bu çox yüngül. Amma bu 2 həftənin qarını gedirəm sizə göstərəm. Bir də dua eləyəcəm Azərbaycana. Siz də məndən amin deyin inşallah ki, Allah qəbul eləsin, Azərbaycanımıza da böyük belə bir qar gəlsin. İcazənizlə mən bunu çevirim. Bura bizim parçamızın yoludur, yəni parça girən yoldur. Qarı şey eləmişik, yığmışıq. Belə bir şey olub. Ağacını görürsünüz, haracınızdan gəlibdir. Mən indi gedirəm sizə göstərəm. Mənim haramazam sıkı. Bura xiyabanın için süpürgələr yığıblar bura. Amma gedəcəm sizə, ora dərə kimidir bir. O dərə kimidən geçəcəm. O ağaçların yanına gedəcəm, o tərəfə gedəcəm. Görəcəksiniz qarın uzanlığını gedək. Allah Azərbaycanımıza da bu qədər qar yetir. Millətimizi, torpağımızı bu susuzluqdan nəcat ver. Millətimizə bol ruzi ver, əmniyyət ver, istiqlal ver. İlahi xəyanət edənlərin cəzasını ver. Amin. Bizim əlimizdən heç olmasa. Xainlərin cəzasını ver. Səndən bir ayrı bir şey istəmirik. Vətənimizə, millətimizə xeyirdən sonra. Hər şey ki, vətənimizə, millətimizə xeyirdən. Onu bize kısmet eyle. Ağıllılarımızın eline, düşünürlerimizin eline, hainlerin elinden bizi necat ver, toprağımızı. Amin.